İnanamıyorum. Olabilmez. Salamlar. Yenə də mən yenə də Temu Unpacking'im və bu səfər tək deyiləm. Köməkçim var Nazlı xanım və bu bağlamalarda çox maraqlı tapıntılarım var. Aynınızı süzün. Gəlin bizimlə unpacking edək. Burada böyük bir neçə məhsul var və dekorlar daha çoxdur. Və qorxa-qorxa açıram Temu bağlamasını, çünki elə maraqlı söhbətlər gəzir Temu bağlamalarından çıxan həşəratlarla bağlı. Orada neysə, ora getməyək və yavaş-yavaş bu bağlamanı açaq. Birinci nədən başlayaq? Birinci bax belə bir qutu var, qutu. Təxmin edirəm ki, burada heç nə yoxdur. Yəni sadəcə qutu var. Amma çox yüngül bir şeydir. Burada nədir? Made in China falan yazılıb. Baxdım. İnanamıyorum. Olabilmez. Bu saattı ama saate bakın. Ben öyle bilirdim, bu normal saattı. Sadece tahtadır. Şeklini koyacağım ve siz bakacaksınız ki gördüğümüz neydi ve gelen neydi. Bakın. Ben şok. Yani hiçbir şey diyebilmirəm. Tahtadan böyle bir şeydi. No comment. Yani hiçbir şey diyebilmərəm. Bu hardasa 10 neçə manat, 10, 13, 14 manat arasıydı. Yenə də deyirəm no comment. Yəni hiçbir şey demirəm. Və burada gəlir növbəti belə bir saat. Bu saatı baxaraq yenə də deyirəm, yəni ev dekoru üçün baxaraq uyğunlaşdırıb əldə etmişik. Yəni uyğunlaşdırıb sifariş vermişəm və burada biraz ağırlıq var. Yəni burada mən ağırlıq hiss edirəm və nə deyə bilərəm? Və deyə bilərəm ki, bəli, bu normal bir saatdır. Nəhayət ki, bu normal saatdır. Yəni normal saat. Normal saat şəkildəki kimi. Bir də deyirəm, şəkillərin hamısını ya ora yerləşdirəcəm və baxasınız. Amma yəni o nə ya, o nə saat, yəni görürsünüz, heç bir söz tapa bilmirəm. Yəni o həqiqətən də bu normal saatdır. Yəni bunu da hardasa 13-15 azıyla əldə etmişik. Yenə də deyirəm. Bu saat, fanera, yəni bilmirəm, taxta. Bu taxta, yəni bunun qutusunu mu yaddan çıxardıblar, bunu mu yaddan çıxardıblar, qoymaq anlamadım. Və bu da normal saat. Yəni heç bir fikrim yoxdur, yəni heç bəyənmədim. Amma bu yəni normal bir saatdır. Ölçüsü səhv etmirəmsə 30'un 30'a, 25'in 25'e heç birinin batareykası yoxdur. Yəni özümüz əldə edib taxmalıyıq və inşallah bu heç olmasa işləyər. Və dediyim kimi qiymətlər orta qiymətlər deyərək seçilmişdi. Hardasa 13, 14, 15, 16 azyan arası. Çünki çox saata baxmışdım və şokumu görürsünüz də. Yəni hələ o şokdan çıxa bilmirəm. Növbəti belə bir çanta. Çantadır. Pis deyil. Yəni belə. Pis deyil. Yazılı belə bir çantadır. Zamok, bir cip və belə bir dərin çantadır. Yəni shopper də deyə bilərəm buna. Və belə bir önündə də belə bir cibi var. Pis deyil əslində. Yəni shopper kimi çox okeydir. Yəni məncə. Bunun da qiyməti hardasa 10 azından civarındaydı. Qeyd edim ki, qiymətlərin hamısını qeyd edəcəm sizin üçün. Linklərini də biyotisədə saxlayacağım şəkil kimi. Növbəti sifariş. Növbəti sifariş səhv etmirəmsə bu gümüşdür. Belə bir bağlamada gəlib. Okeydir, bağlaması pis deyil. Ən azından belə tak atmayıblar. Bu bunun zəmanət kartıdır. Çox maraqlı, çox enteresan. Belə bir zəmanət kartı da var içində. Garantiya kartı da var. Burada yazılı. Nəsə, yəqin ki, daşları haqqında informasiyadır. Hansı daşlardan istifadə olunub, ölçüsü falan. Baxın, burada qeyd olunub. Maraqlı, keyfiyyətli gəlib. Maraqlıdır, yəni belə dokumentasiya ilə falan. Maraqlı, yəni bütün sənədləri ilə birlikdə gəlib. İndi görə məhsul olmayacaq qoyublar içinə. Yarımçıq gəlməyib o saat kimi. O saat vəbşə mənim üçün şokdur. Belə bir qutusu var. Və tam mənim parmağıma uyğundur. Belə incə üzüydü. Sırkondur səhv eləmirəmsə daşları yoxdur üstündə. 925 əyarını tapa bilmədim, amma bağlaması, çatdırılması, qutusu okeydir. İnşallah yəqin ki, gümüş olar. Və bunun da hardasa təxminən 13-15 falan civarındaydı qiyməti. Artıq unutmuşam, çünki çoxdan sifariş vermişəm məhsulları.
Növbəti belə bir qutu. Bu qutunun içində nə var? Məncə bu eynəkdir. Eynəkdir. Bu eynəyin üstündə belə bir kağızı, düzdür, pis günə qalıb bağlaması. Belə bir eynəkdir. Səhv etmirəmsə bu eynək mənfi, uzağı, yaxını göstərən ona uyğun almışdım. Annem üçün almışam, amma həqiqətən də keyfiyyətini belə bəyəndim. Keyfiyyəti pis deyil. Yəni baxın, keyfiyyəti pis deyil. İndi daha artıq geyinib belə heç də görünmür, heç də görə bilmirəm, amma belə gözü bağlı çünki belə çox yaxından göstərir. İstəyirdi. Bunun da baxın burada yazılıb 2+. Əladır, bəyəndim keyfiyyətini. Yəni bu qiymətə okeydir. Növbəti belə bir yenə də aksesuarımız var. Bu aksesuar səhv etmirəmsə sadəcə belə deyək, paslanmaz poladdır. Yəni rəngi qaçmaz, paslanmaz poladdır. Çox qəşəng üzüydü. Yəni çox bəyəndim üzüyü. Üzü çox qəşəngdir, baxın. Belə necə görsəm sizə. Baxın belə. Qəşəng üzüydü. Üzüyü də çox bəyəndim. Sadə, modern. Sadə klassik üzüydü. Bunun da qiyməti 3 AZ-dən yuxarı deyildi. Növbəti məhsul, növbəti belə bir, bu asılqandır. Şəklini buraxacağım sizə. Belə bir asılqandır. Buradan belə çıxır. İstədiyiniz dəsmalları falan buradan asa bilirsiniz. Dəsmal da götürmüşük, səhv eləmirəmsə. Bu kuxna dekoru üçün okeydir. Yəni bu kuxna dekoru üçün çox okeydir. Belə qulpları falan istəsəniz yığılmış formada şoslarda sizə göstərərəm. Hardasa bunun da qiyməti 2-3 AZ-nin civarındaydı. Növbəti belə bir məhsul, bu kim belə deyək, tikişlə məşğuldursa, paltar tikirsə, nəyisə sökmək lazımdırsa, bu belə bir bıçaqdır. Ələ uyğundursa və uzun hissəsi. Hardasa 2-3 AZ-dir burada. Növbəti məhsullara keçirəm. Növbəti məhsul, bax belə bir, bunlar da asılqanlardır. Bunu açıb sizə göstərdim. Bunun da qiyməti təxminən 5-6 AZ-dir. Səhv etmirəmsə burada 10 dənə və yaxud da ki 15 dənədir. Belə bir şalvar asmaq üçün, yenə də dediyim kimi dəsmal asmaq üçün belə bir buradan rahat belə asa bilirsiniz. Çox maraqlıdır. Yəni bunun da qiyməti 5-6 AZ-dir. 10-15 ədəd düşürdü. Məncə hər evə lazım olan bir məhsuldur. Üzüydü. Bu da səhv etmirəmsə paslanmaz poladdır. Çox qəşəng parıldayır. Yəni belə bir üzükdür. Aksesuar. Belə bir. Rəngi də çox xoşdur. İndi mənim barmağıma bu böyükdür. Amma belə yarpaq formasındadır. Və belə maraqlıdır. Bəyəndi. Növbəti belə bir məhsul. Bu corabdır. Amma niyə mavi rəngdə gəlib? Heç bir fikrim yoxdur. Baxın. Mavi rəngdədir. Yəqin biz bunu qara rəngdə sifariş vermişik, amma bu mavi gəlib. Bir də baxacağım. Nə sifariş etmişik, amma bu mavi gəlib. Belə bir kapron mu deyə bilərəm, corabdır. Yəni belə heç bir özəlliyi yoxdur. Bilmirəm bunu neçə əldə etmişdik, amma qiymətini qeyd edəcəm. Bəlkə kiməsə maraqlı olar, lazım olar. Amma belə nəsə bağlama deyəsən böyük olub deyə belə bir tər qoyublar məhsulları. Belə bir növbəti məhsul, belə deyək, yumaq üçün, qab yumaq üçün bir məhsuldur. Digər bağlamada da qab yumaq üçün bir məhsul vardı, təbiidir. Bu isə sadəcə belə bilmirəm heç bu ilə necə yumaq olar qabları. Çox reklam eləyirlər, amma nə bilim, hardasa burada neçə dənə 10 dənədir və bundan necə qab yuyulacaq? Mən elə bilirdim, bu biraz dəmirdir. Nəysə, heç bir fikrim yoxdur. İstifadə edib bölüşəcəm sizlə. Bu da təxminən hardasa 3-4 manatıdır. Dırnaq qırxmaq üçün. Mən sifariş etmişdim, kutikul qırxmaq üçün. Çox yaxşı çıxmışdı, keyfiyyətli çıxmışdı. Bu isə dırnaq üçündür. Belə bir şeydir. Rahat və keyfiyyəti də okeydir. Yəni normaldır, belə ağırdır. Yəni göstərə bilirəm sizə. Bu da hardasa 4-5 AZ-nin civarında idi. Yəni orada belə naborları da var idi. Çox yaxşı qiymətə idi naborları. Ucu biraz dərinə, ucu başqa olan, belə olan, kutikul üçün olan, pilkası olan, yəni qəşəng naborlar var idi. Çox ucuz qiymətlə. Yəni məsləhət görürəm ki, bir baş çəkəsiz. Sırf dırnaq naborları üçün, gigiyena üçün. Belə növbəti bir məhsul. Bu da çox maraqlı tapıntıdır. Göyərti doğramaq üçün. Göyərti doğramaq üçün, bilməm, pomidor doğramaq üçün ki, əlləriniz yaralanmasın, kəsilməsin. Bunu belə taxırsınız. Baxın. 2 barmağınıza ya da 3 barmağınıza, məncə 1-2 belə saxlayırsınız və belə doğruyorsunuz ki, baxın.
Barmağınıza heç nə olmur. Taxtanın üzərinə qoyub rahat-rahat doğrayırsınız. Bu bir növü, belə deyək, 2 barmaq taxılan növü və burada bir barmağa keçirilən növü də var. Umarım bu paslanmaz polad kimi gedir. Bu da bir barmaq üçün, yəni belə eləyib neysə doğraya bilərsiniz. Kimsə bir başqa cür istifadə edə bilər bunu. Onu xanımlar mətbəxdə daha yaxşı çözərlər bunu. Bu da maraqlı tapıntı idi. Düşünürəm və hardasa 2 manat civarında idi. Və belə bir növbəti məhsul. Bu sancaqlardır. Cürbəcür renkdə olan sancaqlardır. Renkli sancaqlar. İkisi böyük, ikisi balaca. Baxın, belə çox maraqlı sancaqlardır. Qəşəng görünürlər. Bax, belə bu 2 balaca. Orta ölçü yox, 2 balaca və 4 böyük. İkisi ağ, ikisi də qara. İkisi də qara. Çox maraqlı görünürlər. Belə deyək. Qiymətdə çox baha deyildi. 3-4 civarındaydı. 3-4 AZN civarındaydı. Belə görsəlim sizə, belə iynəsi aralanır. İstədiyiniz geyimi bunu indi yapışdırın, baxın. Balacalaşdıra bilərsiniz istədiyiniz geyimi. Jaketinizin qabağını bağlaya bilərsiniz bu ilə. Bax, belə bir cür görünür. Bu da maraqlıdır. Növbəti məhsul, növbəti xırda məhsul. Belə bir heç bir fikrim yoxdur. Bu da asılqandır yəqin ki. Belə bir 2-3 AZN civarında. Amma nə asılqanıdır bilmədim. Bunu hardan asacaq bilmədim. Bunu hara keçirdirik bilmirəm. Heç nə bilmirəm. Yəni belə bir şeylə taxdım. Bu da bunun üstünə taxılır və belə bundan bu asılqanları misal üçün asa bilərsiniz. Bunu çıxardım. Belə deyək, dolabınızdan asırsınız və digər asılqanlarınızı buna üzərinə belə doldura bilirsiniz. Belə. Daha az yer tutur, amma düşünürəm ki, tuta biləcəkmi bu? Çünki bu ağır plasmasdandır. Yəni bərk, o qədər də bərk deyil, amma dözəcəkmi buna? Bu artıq sual işarəsidir. Hardasa bu da 2 manat, 3 manat civarında idi. Növbəti belə bir aksesuar. Yenə də aksesuarlar gördüyünüz kimi elə-belə qutuda gəlir və belə bir üzüydü. Belə bir üzük. Ametist deyə bilərəm, qeyd edə bilərəm. Ametist. Daşın rengi ametist. Belə sadə. Ürək formasında yox, üçgünc formasında qaşı var. Belə. Daha yaxından şəklini sizə qoyaram, baxarsınız. Pis deyil. 2-3 AZN civarındadır. Aksesuar sevərlər üçün Temu məncə mükəmməldir. Və növbəti balaca bir məhsulumuz var. Bu da asılqandır. Asılqandan bolu. Asılqan çatışmamazlığı yaşayırıq. Qoşa-qoşa sifariş vermişik. Bunlar da dolabların üstünə belə asılmaq üçün ya qapının üzərinə belə asılqan da asırsınız və dəsmal, nə bilim, hər hansı bir gündəlik istifadə etdiyiniz bir üst geyimi, prixojuda belə deyək, bunları şkafların, yəni üzərindən kuxtada da, mətbəxdə də istifadə eləyə bilərsiniz. Yəni, bunlar da hardasa. Bunların da qiyməti 2-3 AZN-dan yuxarı deyildir. Belə bir böyük məhsul. Bu da uzun platyadır. Annem sifariş verib bunu və belə deyək. Materialı yaxşıdır. Baxın, belə bir yay elbisəsidir, paltardır. Amma o üzündən bu üzü dəhşətli dərəcədə bilinir. Yəni, bir şey deyə bilmərəm bu haqda. Olacaqmı, olmayacaqmı? Əyində görə bilərik. Amma qəşəng işləməsi var. Bunun da qiyməti hardasa 18-16 AZN civarında idi, səhv etmirəmsə. Nə deyə bilərəm? Keyfiyyət baxımından okeydir. Tikilişi, hər bir şeyi yaxşı tikilir. Heç yerindən ip sallanmır, çıxmır. Yəni, arxa tərəfinə də baxıram. Bax, belədir tikilişi. Yəni, nə deyə bilərəm? Temudu da, Kitaydır. Yəni, bəzən trend yoldan da Türkiyədən də sifariş verirsən, bu formada gəlir. Belə burasının üçgüncü. Amma o tərəfi ilə bu tərəfi, yəni, bilinir. Keçirəm növbəti belə bir balaca bağlamama. Maraqlı, iyi gəlir. Bilirəm artıq nəyin iyidir. Nəyin kokusunu bilirəm. Və ilk bağlamam. Gözləyirdim. Pilates'ım artıq başlamışam, amma corablarım gəlib çıxmamışdı. Bu pilates corablarıdır, yoga, pilates. İdman üçün olan corablardır. Umarım ki, bunun ölçüsünə baxın. Bu mənə olacaq mı görəsən? Dartaq. Allah. Olacaq mı? Bilmədim. Bunun altı belə silikonludur ki, ayağınız məşq zamanı sürüşməsin və belə bir boğazı var. Görək, olur mu? Olur mu? Çox dardır. Ayaq olacaq mı mənə? Məncə olacaq. Deneyib baxacağım, amma mən düşünürdüm ki, biraz daha böyük olacaq. Burada 6 dənədir. Bunun da hardasa 6-7 AZN-idir. Bu 6 corab. 300 corab.
Sırf idman üçün, pilateslə məşğul olanlar üçün, yoga ilə həyat sürüşü üçün. Növbəti belə bir, aha, bu deyəsən göz layneridir. Göz layneri kimi də gedir. Qaş, yox, qaş üçündür. Bu səhv etmirəmsə qaş üçündür. Neysə baxaq görək nə çıxır. Qaş üçündür, qaş. Hardan açılır? Belə bir şeydir. Qəşəng bağlanıb. Baxın, sırf bunun xoşuma gəlir ki, yəni elə məhsullar var ki, sırf, yəni sən bilirsən ki, ilk bunu sən istifadə edəcəksən. Yoxlayacağam. Şortlarda sizinlə baxarsınız ki, dəyərmi bunu almağa ya yox. Bu Şıqlamın dupu kimi sayılır. Yəni Şıqlamın da məhsullarında elə şotkalı qələmlər var. Baxın, açım sizin üçün qəşəng keyfiyyətli görünür. İçində şarikı da var və belə bununla özünüzə qaş çəkə bilərsiniz. İndi yoxlayarım bu gedəcək ya yox. Bunun şotkası, fırçası çox maraqlıdır belə. Baxın. Belə bir neçə. Qiyməti də 2-3 AZN-dir səhv etmirəmsə. Qaş üçündür. Bax, qaş. Burada çəkilib belə qaşınıza tətbiq eləyirsiniz. Denəyib göstərəcəm sizə nə qədər cürbəcür rəngləri var idi. Məndə 03-dür, yəni açıq rəngi var, düz rəngi var idi. Və indi əlimdə test etmişəm. Baxaq görək nə qədər tez gedəcək. Belə bir növbəti corab. Növbəti corab bu corablardan deyilənə görə varikoz üçün nəzərdə tutulub, yəni damar genişlənməsi üçün nəzərdə tutulub. Burada çoxdur belə bir məhsul və artıq görürəm ki, hə bu normal corabdır. Yəni ölçüyə uyğundur və öz işini görəcək. Çünki baxın, elə buna lapşa deyirlər və bu sıxır, sizin ayağınızı məhk zamanı sıxır. Eşitdiyim qədərilə təyyarədə damar genişlənməsi, tromb problemi olan insanlar mütləq ayaqlarına belə bir varikoz üçün corablar taxmalıdır və bu da söz verir ki, damarlarımızı saxlayacaq və bizdə ödəm yaratmayacaq. Uçuş zamanı harasa digər bir neçə saat ərzində bir ölkədən varsa ölkəyə və bunun da qiyməti hardasa 9 AZN-dır, 8-9 AZN-dır. Bunun fərqliləri də var, daha uzunları da var, daha qısaları da var, kalgotka formasında da var. Yəni maraqlıdırsa sizə belə çox belə deyək, xeyirli tapıntılar Temuda var. Növbəti belə bir, əsl indi lazım olduğum bir məhsul. Bilmirəm amma nə qədər mənə kömək olacaq. Və Trendyolda da bu var. Deməli, Essential Oil Stick gedir adı, bax belə görünür. Migrenlə əziyyət çəkənlər, rinitdən əziyyət çəkənlər üçün bir alternativ çıxış yolu ola bilər. Yəni dərmansız çıxış yolu ola bilər. Deyilənə görə içində yağlardır, hansılar ki bizim baş ağrımızı, migrenimizi, belə deyək, rinitimizi biraz sakitləşdirir, ağrı kəsici kimi işləyir. Və açaq belə bir məhsuldur. Aha, belə bir məhsuldur. Baxın, baxa bilərsiniz. İynə baxaq. Hələ ki bir şey yoxdur, qoy. Test edərək gəldiyim. Nəyə gəlir bundan? Ağır gəlir amma denemək lazımdır. Artıq denemək lazımdır. Görək kömək edir ya yox. Baş ağrı üçün nəzərdə tutulub. İnşallah burada məndə əlimdə allergiya yaratmaz. Əlimdə allergiya yaratmasa üzümə sürtə bilərəm, üzümə çəkə bilərəm, yoxlaya bilərəm. Bunu da yoxlayıb montaj zamanı sizinlə paylaşacağım. Kömək etdimi mənə və yaxud da ki yox. Qiyməti də 5-6 manat civarında idi. Və bunu deneyə görə gedirmi ya yox. Bax belə silirəm. Oy. Çox bərk silirəm və getdi. Amma yüngül belə sildikcə getmir. Yəni məsləhət görürəm. Bu qaş gelindən əldə edə bilərsiniz, istifadə edə bilərsiniz, getmir. Yəni güclə sildim, yəqin ki qaşınızı belə güclə silməyəcəksiniz də. Və belə. Bu deyəsən bunun qoxusuydu. Bu qabındır. Bunu suya atırsınız, bir listəni suya atırsınız və təmizlik işlərinizi rahatlıqla görə bilərsiniz. Çünki qoxulu eləyir hər şeyi. Suya əlavə edirsiniz bunu. Həm polları silə bilərsiniz, həm belə deyək, mebellərin üzərində bunu istifadə edə bilərsiniz. Burada səhv etmirəmsə 20 ədəddir və təmizlik üçün nəzərdə tutulmuş stiklardır. Şəklini də buraxacağam sizin üçün. Qiymətini də qeyd edəcəm ki, baxasınız, maraqlı məhsuldur. Yəni belə stik formasında həm yüngüldür, həm də saxlaması çox az yer tutur. Məncə bu təmizlik vasitəsi üçün bir plusdur. Növbəti belə qutuda gələn bir şey var. Bu nədir? Görək. Çox gözəlliyi var. Yadıma düşdü. Bu da qoxudur. Bunu belə deyək, vanna otağına qoya bilərsiniz. Düzdür, qabını göndərməyiblər. Amma mən sadəcə qabsız bunu qoyacağım. Bunun belə bir qabı var. Baxın, belə bir qabı var. Bu dərmanı açırsınız. Buradan o qabın içinə qoyursunuz. Dərmanlar da hamısı buradadır. Baxın, belə bir yumru dərmanlardır. Mən belə deyək,
ventilyator çılçıraq alanda onun içində də belə bir dərman qoyulur. Qoxulu dərman deyirəm, amma yəni dərman deyil, qoxulu stik tabletka kimi də belə yumrudur. Onun içinə qoyursunuz, o ventilyator havanı fırladır və gözəl qoxu verir. Həmçinin də vanna otağına da bundan istifadə edib saxlaya bilərsiniz. Vanna otağında gözəl qoxusu gəlir. Yəni həm vanna otağına, həm koridor, prixoji, yəni həm koridor üçün, dəhliz üçün də istifadə edə bilərsiniz. Tula, növbəti məhsul. Belə bir balaca. Aha, bunu çox bu bronzer contouring məhsulu çox forma da var və bu da çox formada var Temuda. Adam bilmir hansını seçsin və bunun da bağlaması çox yaxşıdır ki, bilirsən ki, ilk sən açacaqsan bunu. Kosmetik vasitə olduğu üçün çox önəmlidir. Yəni ilk sən açacaqsan bunu və sən istifadə edəcəksən. Və belə bir konturing üçün, yəni konturing burun üst konturingi üçün stikdir. Balaca belə. Belə. Bu niyə çıxmadı? Rəngi də belədir. Çıxardım. Aha və stil rəngi. Pis deyil. Işıqda belədir. Ha, aşağı yiyir elədikcə. Baxın, pis deyil. Belə daha tünd görünür, baxın. Deneyib, baxacağım. Qalıcılığına, yayılmağı məncə superdir. Çünki çox gözəl yayılır. Və tətbiq eləmək də okey, baxın. Yayılmağı da yaxşıdır. Qoxusu o qədər də yaxşı deyil. Bu da bu tip məhsullardan en qədərdir və marketlərdən bunu almaqdansa Temudan almaq daha səhvdir. İyi artıq bura vurur. Nane cöhərin iyi hər yerə yayılıb hal-hazırda. Bu hətta çox yayılır. Bu bel ağrılarında, diz ağrılarında, soyuq dərmi olanda, qulunc, osteoxondroz, bu tip xəstəliklərdə, bu tip ağrılarda bu ağrı kəsici kimi bunu istifadə edə bilərsiniz. Qoxusu bilirsiniz nədir? Hal-hazırda güclə danışıram. Yəni açdım birini. Bu yapışqandır, bu yapışqanı belə çıxardırsınız. Bir dəfəlikdir, yapışqanı çıxardırsınız. Bunu boyun hissənizə buradan vura bilərsiniz. Lap arxanıza vura bilərsiniz. Kiminsə belə deyək, omba hissəsi ağrıyırsa, kiminsə bel hissəsi ağrıyırsa, belinə bu formada yapışdıra bilir və bir neçə gün saxlayırsınız bunu. Amma qeyd edeyim ki, bunu mütləq allergik insanlar, allergiyası olan insanlar yoxlasın. Yəni nə olar, nə olmaz. Təbii məhsullar bəzən və çox zaman allergiya, insanda allergiyanın olmağına gətirib çıxarır. Və bu cür hardasa burada 20 ədəddir. Bu 20 ədəd stika, belə ağrı kəsici stika. Mən səhv etmirəmsə 7-8 avroya ödəmişdim. Qeyd edəcəm sizə qiymətini və istifadə qaydasında şəkillərdə göstərə bilərəm. Bunu çoxdan da almaq istəyirdim. Bir neçə cürü var, ilan zəhəri ilə, sonra arı zəhəri ilə, nə bilim, cürbəcür və müalicəvi otlardan və s. istifadə olunur bax bu cür stiklərdən və bu az da olsa sizin ağrılarınızı azaldır. Bizim kurt plaster alırıq belimizə vuranda, onun prototipidir və məncə daha yaxşı işləyir bu. Kurt plasterdan daha yaxşı işləyir. Deneyib, yenə də paylaşacağım sizlə. Növbəti belə bir məhsuldur. Yadımdan çıxıb bu nə məhsuludur. Baxaq. Və yenə də bəyənirəm ki, bunu bax belə sırf bağlanmış formada, plyomkada gəlir. Ki, mən bileyim, bu təmiz bir məhsuldur və bildim bu nədir artıq. Bu qaş sabitləyicidir. Bu da Şiqlamın qupu sayılır. Şiqlamda da belə bir qaş sabitləyicisi var. Onsuz da bilirik, Şiqlam Made in China-dır. Şeyinin belə deyək məhsuludur və bu da belə, baxın, bunun şotkasına. Bunun belə şotkası var. Bunu basdıqca gel buradan gəlir və qaşlarınızı belə sabitləyirsiniz. Qaşlar yoxdur. Sabitləmək istəyirdim, sonra gördüm ki, Nazlı qızımızın qaşları yoxdur. Qaş çəkmək lazımdır sənə, xanım. Hə, baxın, belə indi deneyim bunu görün. Hardan gəlir ümumiyyətcə bu? Hə, buradan belə basırsınız, gel çıxır. Bax, belə gel çıxdı buradan. Yəqin ki, görürsünüz. Baxın, gel çıxdı və baxın, belə gel çıxdı. Onu belə çəkirsiniz ki, qaşlarınız sabitlənsin. Məncə, yaxşı işləyəcək bu. Qaşlarda, kimin qaşları çox ucoddur, yaxşı işləyəcək. İndi görək, nə qədər tez soyuyur. Belə, Şiqlamda görmüsünüz. 100% görmüsünüz. Və buna da hardasa 3-4 az yanırım. 3-4 azın civarındaydı. Növbəti məhsula keçər. Artıq məhsullarımız azalır. Hə, belə bir banddır. Bu band əzəllər üçündür. Dartılan əzəllər üçündür. Wow. Heç bir fikrim yoxdur. Bunu hardan başlayacaq açmağa? O qədər nazikdir. O qədər nazikdir. Baxın, heç bir... Ay, baxın, belə bir banddır. Əzəllər üçün banddır. Sıxmaq istəyəndə bunu priveska kimi belə deyək bağlayırsınız və bir belə deyək hər hansı bir yaranımı deyim. Görün, bağlaya bilirəm barmağı. Və bağlanır mı? Yapışır mı? Yəni, bunu necə istifadə edəcəyim? Bunu şəklində yenə də sizə qoyuram. Görürsünüz, özü-özünə yapışır belə. Yapışır.
maraqlı bir məhsuldur. Əzəllər üçün dartınma olanda və s. olanda bundan istifadə edə bilərik. Yenə də denəyib paylaşacağım sizinlə. Bu da bir tapıntıdır mənə görə və növbəti bunu heç açmayacağım. Belə bir məhsuldur. Bunu sırf paltar yuyan maşını yumaq üçün almışam. Bu tabletlərdir. Bunun 1-2 tablet atırsınız sırf maşını yumaq üçündür. Yəni bunu çox adam tərifləyirdi və mən də bunu sınayıb sizdən paylaşacağım. Həqiqətən işə yaradı mı ya yox. 2 tablet atırsınız maşına və orada daha öncə olan yuyulmuş qoxular falan, qoxu təmizlənir, həm baraban təmizlənir və denəyib sizdən paylaşacağım. Bunun da qiyməti hardasa 5-6 az yenidir. Yəni belə bir tabletləri birinci dəfədə belə eşidirdim və Temu-dan tapdım, denəyəcəm. Və belə bir növbəti, belə bir maraqlı məhsul bir sabun üçündür. Sabun üçün kisə, təbii kisədir bu. Bu məhsulun adını yaddan çıxartmışam, toxunmadır, baxın. Belə toxunub, sabunu bura atırsınız, bağlayırsınız və sabunlayırsınız bədəninizi. Həm peeling effekti verir, həm təbii məhsuldur. Yəni məhsulun adını, o təbii materialın adını sizə qeyd edəcəm burada. İndi hal-hazırda yaddan çıxartmışam. Yaddan çıxartmışam adı nədir. Və bu da hardasa 2-3 azın civarındaydı. Bu bədən üçün, skrab üçün kisə kimi çox yaxşı işləyəcək. Növbəti, bəli, təbii məhsullara gərək, növbəti təbii məhsul. Bunu da görəndə təəccüblənmişdim. Bu qab yuyan qubqalar mı deyim sizə? Qubqalar deyə 5 ədədli 1, 2, 3, 4, 5. İnanmazsınız bu nədəndir? Bir təhər qoxu gəlir bundan. Amma bu təbii məhsuldur və bu qab yumaq üçün, qazan yumaq üçün, sürtmək üçün çox maraqlı bir məhsuldur. Təbii məhsuldur bu. Kokosun belə deyək, üstündən düzələn eko bir qubqadır. Qubqa, qab yuyan qubqadır. Yəni belə deyək, eko məhsuldur, qab yuyan qubqadır. Daha az bakteriyalar burada olur. Yəni yaranır belə deyilənə görə denəyib paylaşacağım. Qiyməti çox baha deyildi. Hardasa bu 5 ədəd məhsula 3-4 azın ödəmişdim. Bu da maraqlı bir tapıntıdır. Kim eko məhsullara keçirsə, həm tapıntı olacaq və növbəti 2 məhsulum qalıb və həmən o kiprik qaynağı effekti yaradan kipriklər. Düzdür, mən onun dərmanını falan götürməmişim, çünki dərmanı məndə var, yəni ehtiyac yoxdur artıq dərman almağa. Bu başqa bir nabordur. Baxın, burada hər ölçüdə var. Daha təbii olur, belə deyək, kipriyi qoyanda daha təbii effekt yaranır və denəyib sizinlə paylaşacağım. Belə bir üzərində də hədiyyə bunun şıbtı gəlir, yəni rahat qoymaq üçün bu kiprikləri. Dip shortslarda sizə o qaynaq effektini göstərəcəm göz uclarında və növbəti belə bir məhsuldur. Eşitmişsiniz bu məhsul haqqında yəqin ki, bu dırnaqlar, bu pilkadır. Dırnaqlarda ışıl-ışıl parıltı yaradan pilkadır. Dırnaq cilayıcısıdır. Biri 3 günc, biri 4 günc, biri yumruq formada. Gəlin yumruğunu açın. Dırnaq cilayıcısıdır. Deyilənə görə bunun üzərində işləmə var. Hansı ki, indi mənim dırnaqlarımda lak var, amma laksız dırnaqları cilalayır və parlaq edir. Şəklini qeyd edib göstərəcəm sizə. Çox təriflənilən bir məhsuldur. Sınayıb shortslarda sizə həqiqətən də işləyirmi ya yox göstərəcəm. Belə deyək, pilka sırf dırnaq üstü üçün nəzərdə tutulub. Maraqlı bir tapıntıydı. TikTokda çox görmüşdüm və Temu'da da görəndə düşündüm ki, bunu mütləq sifariş verməliyəm. Bugün isə Temu sifarişlərimin unpackingi bu qədər. Maraqlı gələn məhsullar haqqında suallarınız varsa mütləq kommentariyalarda qeyd edin. Bu tip videoların artıq gəlməsi üçün mütləq dəstək olun. Kommentariya yazın, paylaşın, like edin, abunə olmağı da unutmayın və Nazlı xanımla sizə bugünlük sağ olun.